Salam. Bugündən etibarən Riyaziyyat 5-ci sinif dərsliyinin ikinci hissəsindən izaha başlayacağıq. İlkin yoxlamadan başlayaq. Birinci sualda deyilir ki, hasili cəmi hasil şəklində yazın. 5 vur B, 5 ədəd B-dir. Hərf və rəqəm yanlış şəkildə yazılanda onsuz da bu vurma deməkdir. 5 vur B. 5 vur B-ni də cəm şəklində yazanda 5 ədəd B-nin toplamıdır. Bu şəkildə yazılır. 7C qalsın, özünüz yazarsınız. 4 ədəd x-in toplamı 4x eləyir. Bunlar onsuz da yanaşı olduğu üçün bu 4 vur x deməkdir. Bu da hasil şəklində belə olur. 6 ədədimi də özünüz yazarsınız. Keçək ikinci suala. İkinci sualda deyilir ki, sual işarəsinin yerinə uyğun riyazi ifadəni yazın. A variantına baxaq. Sual verilib 7 və x. Sual bərabərdir A variantında. Sual bərabərdir 7 üstəgəl x. Deməli, burada sualın yerinə 7 üstəgəl x riyazi ifadəsini yazacağıq. B-də isə 5 ədəd x-in toplamı, yəni x üstəgəl x üstəgəl x üstəgəl x üstəgəl x də yaza bilərik. Amma bu daha əlverişli olduğu üçün vurma şəklində yazacağıq. Sual 5x-dir. C variantında isə sual burada verilib. Yəni, sual üstəgəl 5 bərabərdir y-ə. Y bunların cəmidir. Sualı da tapmaq üçün sual da bərabərdir. 5-i bərabərliyin sağ tərəfinə keçiririk. Y sıxılsın 5 də suala bərabərdir. Üçüncü sualda isə bizə n və n-in qiymətini verib. Bizə bu ifadənin qiymətini hesablamamızı istəyir. Belə bir səhifə götürək. İfadəni yazaq. N vurulsun. 2 minus n. Üzərinə gəlsin n bölü. Bərabərdir. Biz ilk olaraq n və n-i yerinə qoymayacaq. Birinci vurub açmalıyıq ki, işimiz daha da asanlaşsın. 2m çıx n vur n. Üstəgəl m bölü belə də yaza bilərik. Mən belə yazacağım. Bərabərdir. Artıq yerinə qoyaq. 2 vur m nə idi? 8. Çıxılsın. 8 vur 0.25. Üzərinə gəlsin. 8 böl 0.25. Bərabərdir. 2 vur 8 bilirik ki 16'dır. Çıxılsın. 8'i 0,125'e vuranda gəlin bunu düzgün kəsir şəklində yazaq. 125 deməkdir bu. Bunu da ixtisar eləyəndə burada 1 qalır. Burada 4 qalır. 8'i də 4'də 1'ə vuranda burada da 2 qalır. Üzərinə gəlsin. Bunu yenə də belə saxlayaq. 16 çıx 2. Üzərinə gəlsin. Bunu yenə bu şəkildə yazaq. 14 üzərinə gəlinsin. İndi bunu kəsir şəklində yazaq. Bölünsün 4'də 1. Biz bilirik ki, bölmə ifadəsi olanda, əgər ikinci tərəfdə kəsir varsa, bunu vurmaya çeviririk. Üstəgəl 8 vurulsun, amma ikinci tərəfdə olan kəsir tərs çevrilir. Yəni 4 böl 1 olur. Bunu vurma olmaq üçün. 1 də onsuz da sayılmadığı üçün 8 vur 4. 8 vur 4. 14'ün də üstünə 32 gəlirik. Cavabımız eləyir 46. Üçüncü sualın cavabı olur 46. Keçək dördüncü suala. Dəyişəni verilmiş qiymətləri üçün cədvəli tamamlayın. Bizdə A variantında verilib C-lər. C 2'dir, 3'dür, 3.5'dir. C plus 3'ləri tapmağımızı istəyir. 2'nin üstünə 3 gələndə 5 eləyir. 3'ün üstünə 3 gələndə 6, 3.5'in də üzərinə 3 gələndə 6.5. A variantı asanlıydı. Bizim əsas məsələmiz B variantındadır. Bizə B variantında m-ləri verib 4m, yəni 4 vurulsun m-ləri tapmağımızı istəyir. 1'i 4'ə vuranda 4 eləyir. 2.5'i 4'ə vuraq. Gəlin ilk öncə bunu kəsir formasında yazaq. 2 tam 10'da 5. Bunu ixtisar eləyək. 2 tam 2'də 1. Bu. Sonra bunu düzgün olmayan kəsrə çevirək. Düzgün olmayan kəsrə çevirəndə nə edirdik?
məxrəci tam hissəyə vurub üzərinə sürəti gəlirdik. Məxrəc yerində qalırdı. 2-ni 2-yə vurub üzərinə 1 gəlir. Yəni 2-də 5. 4 vuru m isə 4 vurulsun m-ə vururuq 2-də 5-ə. 2 ixtisar olunur. 2 4-ə. 2 vurulsun 5, yəni 10. 4-dən burada olur 10. 3 tam 8-də 5-i də eyni qayda ilə düzgün olmayan kəsrə çeviririk. Məxrəc olduğu kimi qalır. 8. Məxrəci tam hissəyə vurub üzərinə sürəti gəlirik. 3 vur 8, 24, üzərinə 5, 29. Gəlin bunu da m-ə vuraq. 4 vur 8-də 29. 4-ə ixtisar gedir. Sürətdə məxrəcdə 2 qalır. 29-da 2-yə böləndə 14 tam 2-də 1, yəni 14.5 olur cavabımız. Keçək 5-ci suala. 5-ci sualda təsvirlərə uyğun tənlik yazın və həll edin deyir. Bizdə A variantında 2 ədəd düzbucaqlı verilib. Düzbucaqların birində 3x, birində də 11 verilib. Bu düzbucaqlar bir-birlərinə bərabərdir və burada 3 üstəgəl x 11-ə bərabərdir. Bu tənlikdən də gəlin x-i tapaq. X bərabərdir. 3-ü bərabərliyin sağ tərəfinə atırıq. 11 çıx 3. O da bərabərdir 8. A variantında x'imiz olur 8. Keçək B variantına. B variantında bizə tərəzi verilir və tərəzi bərabərdir. Deməli 3x-in cəmi, yəni 3x bərabərdir 27-yə. Buradan da gördüyümüz kimi. 3x 27-yə bərabərdirsə, x-i də tapmaq üçün 27-ni bölür 3-ə, yəni 9. Keçək C variantına. C variantında da bir tərəzi verilib və bunların da qolları bərabər göstərir. Yəni, burada olanların cəmi, bu kub daxilində verilmiş ifadələrin cəmi x üstəgəl 3, üstəgəl 3, üstəgəl 3 bərabərdir 15-ə. Buradan alırıq. X üzərinə gəlsin. 3 ədəd 3-ün cəmi 9 eləyir. Bərabərdir 15. X-i də tapmaq üçün 9-u yenə bərabərliyin sağ tərəfinə keçiririk. X bərabərdir 15 çıxılsın 9. O da bərabərdir 6. Burada da x-imiz olur 6. Keçək 6-cı suala. 6-cı sualda deyir ki, dəyişənlərin cəmini hasil şəklində yazın və tənliyi həll edin. Deməli, biz birinci dəyişənlərin hər tərəfini sadələşdirək, ondan sonra onları bərabərləşdirib tənliyi həll eləyək. Tənliyin sağ tərəfinə baxanda 4 ədəd x-in cəmini görürük. Burada bizə cəmini hasil şəklində yazmamızı deyir. Yəni, sağ tərəf, sol tərəf olmalıydı. 4 vurulsun x bərabərdir. Sağ tərəf isə 30 çıxılsın 6-dır. Yəni, 4x bərabərdir 24. Buradan da biz x-i tapırıq. 24-ü 4-ə bölürük. Cavab 6. Birinci misalda, yəni tənlikdə cavabımız olur 6. X bərabərdir 6 olur. Burada da həmçinin bərabərliyin birinci tərəflərini sadələşdirib, ondan sonra tənliyi həll eləyək. Burada bizə 5 ədəd y-in cəmi verilib və hasil şəklində yazmamızı tələb edir. 5 vurulsun y bərabərdir 7-nin üzərindən 8 yerində cavabımız verir 15. Y də bərabərdir 15 5-ə bölürük, cavabımız 3. Aha. Burada da 3 ədəd x-in cəmi verilib. 3-ü vururuq x-ə. 36-ını da bölürük 4-ə. Cavabımız 9. X bərabərdir. 9-da 3-ə bölürük. Burada da x-imiz 3 edilir. Keçək 7-ci suala. Tənliyi həll edin. Aha. 5 vurulsun x bərabərdir. 42-dən 7 çıxanda cavabımız edir 35. Burada da x tapmaq üçün 35-i 5-ə bölürük. Cavabımız edir 7. Y vur 7. Bilirik ki, 2 rəqəmin hasili onların yanaşı yazılmasına bərabərdir. Yəni y vur 7, 7 y-ə bərabərdir. O da bərabərdir 3 vur 21. Gəlin bunu vurmayaq. Elə 3 vur 21 şəklində yazacaq. Vura da bilərik. Bərabərliklərin tərəflərini sadələşdirək. Burada 7 y deyil. Burada 7 ixtisar gedir. Buradan da 21-i 7-yə bölürük. Burada da 3 qalır. Y də bərabər olur 3 vur 3-ə, yəni 9-a. Sonra A bölü 3 bərabərdir bu ifadəyə. Gəlin bu ifadəni biz sadələşdirək.
1 tam 6-da 4-ü 1 tam 3-də 2 şəklində yaza bilərik. Daha sonra bunu düzgün olmayan kəsrə çevirək. Məxrəc olduğu kimi qalır. Məxrəc tam hissəyə vurulur. Daha sonra üzərinə sürət gəlir. 3-ü 1-ə vururuq 3, üzərinə 2 gəlir 5. 3-də 5-in üstünə 3-də 1 gələndə 3-də 6 eləyir. Bura 3-də 6-dır. Mötərizənin daxili 3-də 6-da 2-yə bərabərdir. Mötərizənin daxili 2-yə bərabərdir. 2-ni 7-yə vururuq, üzərinə də 4 gəlir. 14, üzərinə də 4, 18. Yəni A bölü 3 bərabərdir 18-ə. A-nı da tapmaq üçün 18-i 3-ə vururuq. Cavabımız eləyir 54. Aha, 4-cü misalda da 27 bölü B bərabərdir 3-ün kvadratı, yəni 9. B-ni də tapmaq üçün 27-ni bölürük 9-a, o da eləyir 3. B olur 3. 8-ci sualda deyilir ki, hesab maşınına daxil edilən ədəd 5, 8, n olduqda çıxışda alınan nəticəni yazın. Mən yalnız 5 ilə n eləyəcəm, çünki 8-də bir rəqəmdir 5 kimi. O sizə qalmış olar. Keçək, başlayaq A-dan. A, yəni 5. Giriş 5-dir. Maşında, hesab maşınında bu ədədi 2-yə vururuq və üzərinə 3 əlavə edirik. 5-i 2-yə vururuq 10. Üzərinə 3 əlavə edirik 13. Çıxışda 13 alınır. Keçək C variantına. C variantında da n olur. N-i 2-yə vururuq hesab maşınında. 2 vur n olanda onsuz da 2n olur. Üzərinə də 3 əlavə edəndə 2n plus 3 olur. Yəni çıxışda da 2n plus 3 olur. Keçək 9-cu suala. Qiyməti 0.2 manat olan n sayda dəftər və qiyməti 0.3 manat olan m sayda qələm aldıqda ödəmək lazım olan pulu hesablamaq üçün riyazi ifadə yazın. N bərabərdir 5, n bərabərdir 6 olduqda ifadənin qiymətini tapın. Qiyməti 0.2 manat olan n sayda dəftər. Deməli, biz n sayda dəftər almışıq və hər birinin qiyməti 0.2 manatdırsa, bizim ödəməli olduğumuz məbləğ bunların hasili olmalıdır. Yəni 0.2 vurulsun n. Üzərinə gəlinsin, çünki biz qələmdə almışıq. Hər qiyməti 0.3 manat olan və m sayda. Deməli, qələm üçün ödəməli olduğumuz məbləğdə bunların hasilidir. 0.3 vurulsun m. Lazım olan pulu hesablamaq üçün riyazi ifadə. Bəli, aldığımız riyazi ifadə budur. N-lə m-i də yerinə qoyaq. 0.2-ni 5-ə vuraq. 0.3-ü də 6-ya. 0.2-ni 5-ə vuranda cavabımız 1 eləyir. 0.3-ü də 6-ya vuranda 1.8. Cavabımız eləyir 2.8. Keçək 10-cu suala. 10-cu sualda bizdən tənlim qurmaqla məsələlər həll etməyimizi istəyir. A-da deyir ki, hansı ədədin 2 ilə hasili 12.8 və 7.2 ədədlərin cəminə bərabərdir. Hansı ədədin 2 ilə hasili, bu hansı dediyi ədədi biz x götürəcəyik. Hansı ədədin 2 ilə hasili, yəni 2 vur x, hasili ədədlərinin cəminə bərabərdir. Yəni 2 vur x bərabərdir 12.8 və 7.2 ədədlərinin cəminə. Və sonra bu tənliyi həll eləyək. 2 vur x, yəni 2x bərabərdir. 12.8-in üstünə 7.2 gəldi, cavabımız eləyir 20. X-i də tapmaq üçün 20-ni 2-yə bölürük, cavabımız eləyir 10. X-imiz ona bərabərdir. Keçək B variantına. B variantında sinifdəki şagirdlər hər birində eyni sayda olmalı 3 qrupa bölünsələr, hər qrupda 8 nəfər olar deyilir. Hər birində eyni sayda olmalı 3 qrupa bölünsələr, hər qrupda 8 nəfər olar. Sinifdəki biz şagirdlərin sayını tapmaq üçün bunları vurmalıyıq. Bir-birinə hasildə bunların 24 eləyir. Deməli, sinifdə 24 nəfər şagird var. Şagirdlər hər birində 6 nəfər olmalı qruplara bölünsələr neçə qrup alınır? Burada aydın şəkildə görünür ki, 24-ü 6-ya bölməliyik. Cavabımız da 4 alınır. Amma burada bizdən tənlik qurmaqla məsələ həlli istədiyi üçün biz burada qrupa bölünsələr neçə qrup alınır? Biz burada qrupların sayını x götürəcəyik. 6 vurulsun x bərabər olacaq 24-ə. X də olacaq 24-ü 6-ya bölürük 4. Keçək 11-ci suala. 11-ci sualda deyilir ki, şəklə əsasən qanuna uyğunluğu müəyyən edin və cədvəli tamamlayın. Fiqurların sıra nömrələri verilib bizə və dairələrin sayı. Deməli, biz şəkillər də verilib bizə.
Fiqurun sıra nömrəsi 1. Dairələrin sayısı 2-dir. Fiqurun sıra nömrəsi 2, dairələrin sayısı 4-dür. Eynilə fiqurun sıra nömrəsi 3, dairələrin sayı 6, 4, 8. Biz burada belə bir qanuna uyğunluq görürük ki, sıra nömrəsi, fiqurun sıra nömrəsi vurulub 2-yə və beləliklə dairələrin sayı alınıb. 1-i 2-yə vururuq, 2 ədəd dairə var. 2-ni 2-yə vururuq, 4 ədəd dairə var. 3-ü 2-yə vururuq, 6, 4-ü 2-yə vururuq, 8 ədəd dairə var. Beləliklə cədvəldə belə tamamlayırıq ki, 5-i vururuq 2-yə, 10 ədəd dairə olacaq. Eyni də vururuq 2-yə, 2 vurulsun n sayda bizim dairəmiz olacaq. Bugünlük bu qədər uşaqlar. Onlayn dərslərə və sınaq qruplarına qoşulmaq istəyirsinizsə rəydə bildirə bilərsiniz. Hələlik.